Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ali Muhammed. İmam Cəfər Sadiq aleyhisselam belə buyurmuşdur. Mən Qur'anı hər evdə görmək istərəm. Ona görə ki, Allah şeytanı o evdən uzaq tutar. Salamlayırıq əziz Qur'an sevərləri, dəyərli izləyiciləri. Bilirsiniz ki, keçən dərs biz vəqf işarələrinin birinci hissəsini keçmişdik. İndi ikinci hissədəyik Allahın izni ilə. Demək, orada vurğulamışdıq ki, vəqf işarələrinin əsasən mahiyyəti nədir? Bunlar nəyə görə qoyulur? Bilirsiniz ki, Qur'an-ı Kərimin vəhiy olunduğu həmin o ilk dövrlər, Peyğəmbər dövründə vəqf işarələri çox işlədilmirdi. Bunun səbəbi nə idi? Çünki bu dil ərəbcədir və Qur'an-ı Kərim ərəblər arasında çox oxunur və ərəblər artıq bilir ki, bir cümlədə, məsəl üçün cümlədə əgər hardasa dayansam, orada səhvlik olacaq, məna tamamlanmayacaq və yaxud da ki, orada dayanmalıyam elə. Bu şəkildə. Baxın, vəqf işarələri indi onu göstərir ki, qeyri-ərəb bir kəs Qur'anı oxuyur, o məsəl üçün nəfəs çatmayanda hardasa dayanır. Və vəqf işarələri bizə onu göstərir ki, orada bu insan düz dayandı, yoxsa səhv dayandı. Yəni, orada işarələr qoyulur ki, artıq sən məsəl üçün buradan bura dayana bilərsən. Düzdür, ayənin əvvəlində başlayırsa, ayənin sonu bir dayanmaq üçün yerdir, vəqfdir. Amma elə olur ki, ayə olur yarım səhifə, məsəl üçün. Orada ortalarda istər-istəməz insan dayanmalı olur. Və bu işarələr orada qoyulur ki, bu işarələrdən istifadə eləmək lazımdır. Keçdik Allahın izni ilə vəqf işarələrində də ən çox hansı işarələr istifadə olunur, onları burada vurğuluyuruq Allahın izni ilə. Ya Allah, baxın, qali işarəsi var, qali. Bu şəkildədir, Qur'an-ı Kərimi açsanız, baxın, ayələr ki gedir bu şəkildə. Orada üst hissəyə baxsanız, məsəl üçün, ayənin üst hissəsinə, birinci sətirdə məsəl üçün olmaya bilər. Bir sətirləri keçə-keçə baxın, görəcəksiniz ki, bu işarələr var. Baxın, hansısa bunlardan biri var. Qoyulubdur. Bu qoyulmaq o deməkdir ki, baxın, qali işarəsi qoyulanda neynəməliyik? Baxırıq. Qali işarəsində dayanmaq daha üstündür. Yəni, bu işarə ki gəldi, kəlmənin elə bu hissəsində məsəl üçün bu işarə gəldi. Onda mən bilirəm ki, hə, rahim, rahimdə dayanıram. Dayanmağım daha yaxşıdır, daha üstündür. Keçə də bilərik, amma deyir dayanmaq daha üstündür. Onu vurğuluyur. İkinci işarə, baxın, burada qaf hərfi ilə bildirilir, baxın, sad hərfi ilə, sali. Bu qalidirsə, bu da salidir. Yəni, Qur'an-ı Kərimdə çox rast gəlinən işarələrdən, vəqf işarələrindən biridir, sali. Sali işarəsində keçmək daha üstündür. Baxın, qalidə dayanmağı idi daha üstün olan. Keçmək bəyənilmir də bu şəkildə deyək. Amma sali işarəsində keçmək daha üstündür. Dayanmaq bəyənilmir bu şəkildə. Amma burada vurğuluyum ki, yəni bunların arasında hansındasa bunların hansısa birində mütləq dayanmamaq və yaxud mütləq dayanmaq lazımdır. Bu söhbətlər yoxdur. Nəfəs, məsəl üçün, ola bilər, salidə nəfəs nə oldu? Azaldı. Gördünüz ki, sali işarəsi var, orada dayanırsınız. Yəni, bir problemi yoxdur. Amma bunların əsas mahiyyəti nədir? Hansında daha keçmək olar, hansında dayanmaq? Bilirsiniz də, bu işarələri bayaq da vurğuladım ki, cümləni, məsəl üçün, tamamlanmaq söhbəti var da. Eləsində var ki, elə burada dayanmaq məqbul olur, bəyənilən olur ki, dayanırıq o hissədə. Amma eləsində olur ki, məsələn, məna tamamlanmır. İki dənə kəlmədir, iki kəlmənin ortasında qoyulubdur. Bu kəlmədə dayandıqsa, o bir kəlmə qalır yarımçıq, tamamlanmır. Söhbət onlardan gedir. Yəni, biz ərəb dilidir deyə onu oxuduğumuz mətndə, məsəl üçün, hiss eləyə bilmirik. Azərbaycan dilinin özü olsa, hiss eləyərik. Bax, məsəl üçün, bir dənə Azərbaycan dilinə aid nümunə verim də, indi bizim öz məişətdə olan nümunə. Məsəl üçün, deyirəm ki, birinə danışanda deyirəm ki, mən kitab. Qaldı, dayandım, qaldı. Görürsünüz, burada məna nə oldu? Tamamlanmadı. Mən kitab nə? Mən kitab oxuyuram. Başa düşdünüz? Yəni, bu şəkildə onun davamı deyilməlidir. Orada deyilməyəndə məna qalır yarımçıq. Bu cür bir misal verdim, amma Quran-ı Kərimdə təbii ki, ilahi kəlamlardır. Orada verilir ki, məsələn, harada dayanmaq və yaxud da ki, keçmək daha üstündür. Üçüncü hissə, ta hərfi. Ta hərfi gəldi, ta hərfini ki, gördünüz. Ta işarəsində dayanmaq lazımdır,
amma keçmək də olar. Baxın, yadınızda saxlayın. Yəni dayanmaq da olar, keçmək də, amma nəyi vurğulayır? Əsasən vurğulayır ki, bunun mahiyyəti nədir? Mahiyyəti odur ki, dayanmaq lazımdır. Ta hərfi gələndə. Və Z hərfi. Z işarəsində keçmək daha yaxşıdır. İndi onu da vurğuladıq ki, Z işarəsində keçmək daha yaxşıdır. Və bir şey də vurğulayım ki, ola bilər ki, məsəl üçün siz oxuduğumuz Quran-ı Kərimin çapında məsəl üçün ta və Z hərfi olmuyor. Bu olan bir şeydir, mümkündür. Nəyə görə? Çünki dediyim kimi bir Mədinədə çap olunan Quran var, bir də Türkiyədə. Təbii ki, bunların arasında bir fərq yoxdur abi bu şəkildə. Amma bu işarələr ki var, bu işarələr eləsi var ki, məsələn Türkiyə çapında, Türkiyədə çap olunan həmin o Quranlarda bu işarələr daha çox qoyulub. Məsələn bir ayədə ola bilər ki, neçə dənə qoyulubdur. Xırdalıq da bildiniz necə. Amma Mədinədə artıq çap olunan Quran-ı Kərim çalışdıqları qədər ixtisar ediblər ki, bunlar harda demək daha üstündür qoyulması, elə o hissələri seçiblər ki, insanlar üçün çətinlik yaranmasın. Yəni orada onun çox olmağı, az olmağı bu bir şeyi əks elətdirmir də. Əsas odur ki, onların mənalarını bilək ki, o həmin o hərflər nəyə qulluq eləyir. Bu şəkildə baxın, bundan əvvəl də biz öyrənmişdik 4 dənəsini. Bu dərsdə də elə 4 dənəsini öyrəndik, kifayət eləyir Allahın izni ilə. Allah hər birinizi müvəffəq eləsin. Allahdan hər birinizə zehn açıqlığı arzu edirik. Vəssalamu aleykum və rəhmətullah.